Salam dostlar. Biz geçen defa ne dedik? Dedim biz kentdeyiz. Ay da getdilər. O oyunlara bakın. Bakın darvazadan çıxacaqlar. Bir tepeye kadar çıx, ona kimi siz anladım. Geçen defa bir açıklama videosu çekmiştim ki biz kentdeyiz. Bence ona inananlar çok olmamıştı. Ya hayat evindeyiz falan diyenler çok olmuştu. Daha başa getdilər. Ama biz onda Tovuz rayonundaydık. Orada da belə çox yaşıllıq olmur. İndi isə kəndin özündəyik. Yəni buna kənd deməyib də nə deyəcəksiniz mən anlamıram. Neysə də indi sizə biraz video gələ bilər kəndlə əlaqədar. Uzun video çəkə bilərəm əslində. Çox gözəl ağlıma gəldi. Ay bu şirinimə baxın. Salam de videoya. Biraz indi bunları bir aşağı indirim. Düşəcəklər, düz təpəyə gedir. Buna baxın. Görün nə qədər yuxarı meyiniblər. Oy. Bax. Enməyin aşağı. Yuxarıda da qalmayın da ortada qalın. Ay var. Aş! Amma səsmişdi. Buraya baxın. Burada otlasına. Yəni video gələ bilər sizə uzun sudaqlara baxın. Anlaşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözələm, lakin heç danışmıram. Gəl gözəlim günüm, zaman heç zaman solmaz. Mənim kimi gözəli heç zaman olmaz. Biraz aşağı itəliyim bunları. Sizə uzun video gələ bilər, kənd vlog. Amma kənddə nə elədiklərini tam çəkə bilmərəm. Özümün nə elədiklərini çəkə bilərəm. Çünkü kənddə saat 5'ten falan dururlar. Gedirlər buzuyu qoyurlar bu dağların başına. Yəni mən onu eləyə bilmərəm. Amma deyəcəm sizə, mən çox da baxın burada qoyunlar falan otarım. Yəni az bir şey eləmirəm. İndi düşməsinlər üzü o yana. Düşəcəklər, mən onlardan aşağı düşüm. Neysə. İndi baxın belə bir dağdayıq. Burada biraz hava istiydi, sonra soğudu. Ama buranın güzelliğine bakın. Telefon dondu. Bu da koyunlarımız. Yani soğuktan donuram. Bunlar biraz aşağı çıkayım. Yani size bir vloglar falan gelebilir. Kaçırmayınız. O bir evde internet yok idi. Telefonumuz atkası çok tez bitir. Ona göre size çok video kimi çəkə bilmirəm. Neyse, hələlik belə bir ipucu verdim. Sağ olun dostlar. Özünüzə çox yaxşı baxın. Hara getdiniz?